Alınan mal geri qaytarılmır yazısı hüquqi cəhətdən doğrudur, xeyr. Bu yazı istehlakçıların qanunvericiliklə müəyyən edilən hüquqlarını pozur. Məhsulda qüsur varsa, bu zaman həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsi, malın qiymətinin qüsura uyğun olaraq azaldılması ya da geri qaytarılması tələb oluna bilər və bu müddət ərzində məhsul bahalaşıb deyə istehlakçıdan qiymət fərqi tələb oluna bilməz. Yaxud mal qüsursuz ola bilər, amma ölçüsü, rəngi və ya başqa xüsusiyyətləri sizə uyğun gəlməz. Bu halda məhsulun etiketi saxlanılıbsa və istifadə olunmayıbsa, siz onu 14 gün ərzində başqa uyğun məhsulla dəyişə bilərsiniz. Əgər istehlakçıların qanunvericilikdə nəzərdə tutulan bu hüquqları pozularsa, bu zaman Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmək lazımdır.